Bu Yahudi qızı ilə bağlı bir neçə məsələyə işarə edeyim. Baxın, niyə Yahudi qızı? Ona görə ki, bu Yahudilərin hədəflərinə, planlarına xidmət edir. Rəylərdə insanlar yazmır ki, filan kəsin qızı. Hər kəs yazır Yahudinin qızı. Başqa sözlər də yazılır, daha onları demirəm. Camaat lənət oxuyur. Niyə lənət oxuyur? Çünki camaatı təhqir edir, alçaldır, ağzına gələn edir. Camaatın qeyrətinə, namusuna toxunur. Camaatı avam yerinə qoyub. Camaatı heç yerinə sayır bu şəxs. Niyə bugünə qaldı bu şəxs? Ona görə ki, dinlə mübarizə apardı, dinə dil uzatdı, Allahla mübarizəyə qalxdı. Ona görə də Allah da onun üçün tədbir tökdü. Bəziləri deyir ki, Allah niyə cəza vermir? Elə bu ən böyük cəzadır, bu ən böyük müsibətdir bu şəxs üçün ki, alçalıb, cəmaat onu təhqir edir, alçaldır, lənət oxuyur ona. Çünki Allahın dini ilə mübarizəyə qalxdı. Hər kim Allahın dini ilə mübarizə apararsa, bədbəxt olacaq, zəlil olacaq, ağzına gələni danışacaq, özünə hörmət etməyəcək, xalqı təhqir edəcək, xalqı alçaldacaq. Bu günləri də biz bu şəraiti yaratmışıq. Biz əvvəldən bu şəxs ki, dinə belə dil uzadırdı, Elşad Miri kimi şəxsləri öz verilişinə dəvət edirdi. Biz bilməliydik ki, bu bir gün yolunu möhkəm şəkildə azacaq. 180 sürəti ilə qəza keçirəcək. Bəli, bugün də 184 sürəti ilə qəza keçirtdi. Necə qəza keçirtdi? Xalqı alçaltdı, təhqir etdi. Biz Allaha görə ayağa qalxsaydıq, bu günləri bu qədər əsəbləşməzdik, narahat olmazdıq. Bu Yahudilərin planıdır ki, Azərbaycanda Azərbaycanlılar azalsın, yerinə Yahudiləri yerləşdirsinlər. Və bu şəxs də Yahudilərin planlarına, hədəflərinə xidmət edir. Allahın dinini, hökmlərini, Quran-ı Kərimi qorumasaq, diqqət etməsək bu məsələlərə, yenə də başımıza bu kimi oyunlar gələcək. Və diqqət edək ki, kimi izləyirik, kimə qulaq asırıq. Bir gün belə peşmançılığa gətirib özümüzü çatdırmayaq.